Salam dostlar, hər vaxtınız xeyir, necəsiniz? Və bu yayı istəyirəm ki, vloglarımızı artıraq, niyə də yox? Gəlin bir yerdə hazırlaşaq. Bugün bir açılışa dəvətliyik, ora gedəcəyik. Və tez bazar, saçım, başım falan heç nə eləməmişəm. Sadəcə bir geyinib, sonra kiçik bir makyaj edib artıq evdən çıxmalıyım. Yaxşı, yaxın ərazilik. Adı gün vlogumda göstərmişdim ki, belə bir geyim almışam. Bunu geyinəcəm bugün. Belə bir şey oldu. Və altı isə cins geyinmək istəyirəm. Belə bir cinsim var, bunu geyinəcəm. Gəlin o tərəfinə çevirək, yuyulub, heç çevrilmirdi. Görünməyəcəm, amma videonun bir yerlərində artıq görərsiniz. Yəni tezcə bir makyaj eləyək. Demişəm ki, yəni bunu vurmasam getmir də video. Bu arada kanala abunə oluruq, yadımızdan çıxmamış. Videoya da like atırıq, şərtdə də yazırıq ki, bu yay hansı videoları daha çox istəyirik. Videonun da neçə gün davam eləyəcəyini bilməyərəkdən başlatmışam, amma olsun yəni. Neysə, dostlar, gəlin belə bir primer ilə başlayaq. Primeri ilk gündüzündə çəkirəm. Bu arada demədim, hara bir açılışıdır. Vlogger kanalının açılışı olur. Dırnaq manikür, pedikür üzrə gedib orası göstərəcəm. Gecə Tananiyadan öncə istəyirəm ki, qaş gel göstərim. Miss bilmədim nədir, Miss nə? Eyebrow gel. Yəni bunun deməli qaş gelindən istifadə edəcəm. Və dedilər ki, ağartmır. Nə bilim, orada qısa tövsiyə elədilər. Mən də dedim alım. Çox vaxt belə baxıb Instagramda şəkildə gedirəm ya da TikTokda falan. Bunu bilməmişdim. Bilmədiyim məhsulu almağı sevmirəm yəni. Bunu da bu tərəfdə. Ay, o qədər istəyirəm çimərliyə gedim. Havalar o qədər istidir ki, bu ara. Belə yəni, məncə yaxşıdır, okeydir. Və onu da deyim ki, bunu eləyənə qədər üzümün, yəni qaşımı eləyirəm. Çünki üzə primer oturmalıdır. Böyle Tanalniyə, Revolution'un Tanalnisi keçən 20 manat almışdım. 20 neçə manata da yəni. Töküldüm artıq. Məsələn, bir ay paltar alırsam pulum qutar, bir ay makyaj alsam pulum qutar. Nəyi harda eləcə satdıraq. Sonra belə sponsla yaymağa çalışıram. Tanalninin qaşımın diblərində qırmızılıqlar qalır. Sizdə də elədir. Neysə. Sonra L'Oreal'ın bu concealer'ına keçirəm və çox qəşəngdir. Buna baxın. Bircə damcı eləyən kimi həqiqi çox qəşəng olur. İşte bunu falan eləyə bilərik. Bu şəkildə. Bir sponsla bunu həmişə yayıram. Bu tərəfi də biraz ailə evində content hazırlamaq. Yerdən bu allığı istifadə eləyəcəm. Tez bazar olsun bilmirəm deyə bütün məhsulları əlimə yığmışam. Okey. Belə qəşəng. Kontur kimi də bunu istifadə edirəm. Bunun adını bilmirəm. Nədir bunun adı? SHU. Belə yazılıb. Vallahi bilmiyorum. Bunu falan bunu Alivə göndərəyim. Deməli ilk növbədə bunu belə yayaq. Yolda heç nə daha doğrusu evdə heç nə çəkə bilmədim. Zaryadkam söndü. Allah kahretsin. 100% idi mən çəkən. Nasıl verdim sönəcək, amma harda sönəcəyini bilmirdim. Neysə, hazırlaşdım, çıxdım. Bu eynəyimin bu gömləyimlə uyumlu olduğunu düşünürəm. Ay, kiminsə ürəyi gedib. Neysə, gedirik. Yaxın bir yerdə, dedim 8-də tanıdığım bir yerdə, konumu da atmamışam. O görə rahat da danışabilirim, video çəkəbilirim. Deməli gəldim və məkandayım. Məkan çox gözəldir. Məlikdə açılış olur. Sırf pedikür, manikür belə işlərin üçün gələ bilərsiniz. Mən də pedikür üçün gəlməyi düşünürəm bura. Məkan çox güzel, genişdir, aydınlıqdır. Müəllimələri də göstərə bilərəm sizə. Deməli, bu hissələrdə sırf pedikür üçün nəzərdə tutulubdur. Orada bir dənə yazı var. Life is not perfect, but your nails can be. Çox qəşəngdir. Burada belə sırf açılışla bağlı atışdırmalıqlar var. Ayaz xanımın məkanının açılışındayıq. İnşallah xeyirli uğurlu olar. Biz də öz açılışlarımıza çağırarıq sizi. Ürək sözlərinizi alaq. Çox sağ ol ki, gəldin Dilşad. Səni görmək çox xoş oldu. Hər kəsi gözləyəcəm. Hamımıza xeyirli olsun. Burada dostlarım da var, iş yoldaşlarım, vloggerlarımız da gəliblər. Çox təşəkkür edirəm. Vaxt ayırıb gəlmişsiniz. Yay ayıdır. İnşallah ki, xeyirli olacaq. Ümidvaram ki, bir gün filialımızın açılışına da gələrsiniz. Hamınızı yenə də xoş görərəm orada. Sizin də xeyir işlərinizə həmişə gələk. Sağ olun. Açılışa kablokla gəliblər də. O sırada mənim rahatlığım çox ekstra ciddi almışım. Mənim həyatda keçinək ciddi almamağım. Neysə, indi gedirik mola. İnşallah yolda bize işe Dedik gedək biraz mol da gəzək.
Görək nə var, nə yoxdur. Geyimlərdən. Nə edirsiniz? Simozə, nə edirsiniz? Biz mağdur durumda kaldığımız için. Allah'ım nasıl vuram? Bu da sen Elmas ayaqqabısı alırıq. Bəli. Yəni o ayaqqabıda niyə gələsən ki? Açılışa gelmiş. Tamam kanka, ən uyumlu siz. Tamam. Çəki çəkdirəsən də, yəni olay olar Instagramda. Kimin ad gününe giyinəsiz hanım? Rüya Hanım'ın ad gününe inşallah ki bu eteği tapsam giyinerim. Dediniz mi xanım? Hayır bulamadınız. Siz oradaki pazar torbanızı Çək onları Temu'da axtararsan. Temu'dakiler de çok kısadır. Arkadaşlar Röyan ad günü paltar baxır. Konsept pul. Yok edeceğim. Konsepti pullu bir şeylerdi. Ama o terzin adı yadımdan çıktı. Var idi o. Royoz yazmıştı. Hə, neyse. Ben adlarla bağlı problemi yaşayıram. Üzürlü saydım. Bulacağız. Pulluyup katlarım. Dedik ki buradan gedək soğuk şeyler içmeye. Dilşat pulsuz kofe içeceği diyene biz de düşmüş yoğun dalga getirelim. Olan bir şey olacak ama neyse. Əməkdaşlıq eləyim. Neyniyim ki? Söhbət falan eləməyə belə. Bu da bizim məkandır. Yəni bizim dediyimiz gəlib oturduğumuz məkandır. Güzel bir vibe var. Güzeldir. Ben gidip gelmiştim buraya. Sadece bir defa olmuşum ben bu mekanda. 28'e yerleşir. Ne sipariş verirsiniz hanım? Marakuya limonat sipariş veririm. Ben de ice latte sipariş verdim kafeyinden. Bizim de oturduğumuz yer burası. Gidiyor da özümüzü çekek. Teşekkürler. Sağ olun. Blogerlerde bir sessizlik olmuştursa paylaşım zamanıdır demek ki. Özel airdropların sesleri. Abone olun, like atın. Nədəm sırası baldızdır, bəyimizdir, ana, məsələn, bəy varsa, analarımız da bəy, tanış qonşu. Hə, yavaş-yavaş, sonra uçursan, bilmirəm. Dostlar, qızlarla deməli görüşdük, elədik. Günümüz geçən xoş geçdi. Axşamdır. Gəlmişik, anam tanışı var. Onunla görüşüb, mən də sadəcə yanlarına gəlmişəm. Evdə şofer vəzifəsini yerinə yetirdiğim için neyse. Belə yəni, oturmuşuq. Biraz çay içdik, bunu da paylaşacağım sizlə. Belə yəni, yəni bu şəkildə davam edir. Yay ayında ancaq açıq havada oturmağa sanki ehtiyacım olurmuş kimi hiss edirəm, bilmirəm neylə bağlı. Buradan buradan işıq qəşəng düşür. Mən istəyirəm bir video çəkib səni aldıra bilmirəm. Aldıra bilməyəndə biraz nervous oluyorum, yəni əsəbləşirəm, neysə. Çalışacağım, yəni alındırım, görək. Tam da bir saatdə qurudum, yəni gözləyirəm ki, bəlkə bir video çəkim, sonra içərəm də yox, olmur, neysə yəni. Hər vaxtınız xeyir uşaqlar. Bugün ikinci gündür və bugün də nələr eləyəcəmsə onları çəkəcəm. Əslində bir-iki dənə reklam videom var. İstəyirəm ki, onları çəkim. Biraz onlar duşdan çıxdım. Saçlarım bu vəziyyətdədir. Beləcən sonra bu şəkildə görünür də, yəni saçlarım. Onları çəkəsiyəm. Burada da onlar hər biri. İndi onları çəkmək üçün saçlarımı yudum. Əslində biri şampunla bağlı bir şeydir. Bir dəfə göstərmişdim Matrix. Tələsə oldu adı gününlə bağlı. Ona görə bugün çəkəcəm bu Matrixi. Deməli ondan sonra Bari Beauty-dən gələn bu saç feni üçün şeylər çəkməliyəm. Pet üçün nələrsə eləyəcəm. Story və Reels üçün alınıb bir-iki bir şey var. Hamısını birləşdirib bir gündə çəkməyi düşünürdüm və elə də oldu. Aşırı rahatlamış hiss edirəm. Oluram və bu videoların içərisində bir də YouTube videosu çəkirəm. Yəni düşünün YouTube videosunun daxilində necə video çəkirəm, onları sizə anlatacağım. Yəni ümumiyyətlə vlogerin bir günü necə keçir konsepti də ola bilər burada və ondan sizə göstərəcəklərim olacaq. Bunları çəkər. Belə başqa da deyəcəyim bir şey yoxdur. Görüntünü həqiqətən o qədər çox sevirəm ki, tam bir influencer otaqda, yəni çox qəşəngdir və daha çox olması üçün çalışıram. Deyirəm həqiqətən su içməkdən doymaq olmur da. Mən ölürəm də. Kim ölmür? Amma ekstra bayılıram su üçün. Mütləq. Saçlarımı həqiqətən də gözəl elədim. Güzel olan bir şeydi, paylaşmaq lazım. Deməli, orada videolarımı çəkdim. Batching deyirlər. Sosial mediada buna batching deyirlər. Yəni videonun bir neçəsini birləşdirib, əsasən də PR qutularda, məsələn, bu şəkildə çəkilən metoda. İndi oturmuşam, ondan öncə etdiyim çəkilişə, keçən dəfə də blogda deyəsən demişdim, Orduqan çəkilişi oldu. Onun editini eləməliyəm. Ondan sonra hardasa burada yazmışam, qeydi almasam yadımdan çıxır da, yəni bir neçə deməli videomuzun kafein məsələn edit olmalıdır, Matrix'in, Bari Beauty'nin bunları çəkdiklərimdə eləməliyəm.
Bu şəkildə yəni. Burada da paylaşmışam demək lazım olan materiallar, dosyalar əlimdə və rahat-rahat editlə başlaya bilərəm. Deməli, əsas hissələrini editlədim və qalıb səs yazdırmaq. İndi çalışacağam ki, səs yazdırım və o şəkildə davam eləyək. Belə. Ssenarimiz buradadır. Deməli, ssenarində özümüz yazırıq bu arada. Məsələn, yaydır. Amma mən artıq növbəti semestri planlaşdırmağa başlamışam. İlk ki, bunu səmimi yazırıq da. Yəni, səmimi yazmayanlar artıq hər neysə yəni. Mən çalışıram həqiqətən həyatıma sirayət eləyən, ümumiyyətlə marketinqdə, reklamlarda fikir verirəm ki, bu mənim həyatımda baş verən şeylərdirmi? Ona uyğun, o tərz yazıram. Belə, gəlin mən bunun davamını düzəldim, siz isə məni izləməyə davam edin. Videomuzun biri hazırdır artıq. Bunu göndərəcəm, inşallah görək nə vaxt paylaşırıq. Bu şəkildə belə bir şey elədim. Yaydır. Amma mən artıq növbəti semestri planlaşdırmağa başlamışam. Dərslər, çəkilişlər. Deməli dostlar, gəlmiş anamı çalışdığım universitetin yanındayım. Azərbaycan Universitetində tanıyanlar bilirlər. Gəlmişəm anamı götürüm. Evdə qaldığım günlərdə anamın ən sevimli aktivitəsidir ki, gəlirəm onu götürürəm falan. Sonra gedəcəm evə. Videonun bir hissəsini editini bitirdim, gördünüz onu. Belə editim var, axşam rəfiqəmlə görüşəcəyik. Bu şəkildə yəni günüm davam edir. Əslində başqa bir planımız var idi, onu ertəliyəsi oldu. İzləmədə qalın, kanala abunə olun, videoda like atın. Sanki sevənlər tək. Qapıda da çimri zorla çəkəcəm. Sən istəyirsən çörək al, nə bilim orada var. Dostlar, anamla gəlmişik işə. Nə dostlar, nənə var. Taxı nənə var. Növbəti iş, mənə deyilə vloglar çəkildi, bəs belə şey olar. Gəlmişik, mamamı qoyub işə, mən də öz işləmə məşğul olacağım. Burada elə mən düşürdüm ağır. Burada elə düşürdüm. Onu da paylaşacağım. Gedək qabaqda saxlayım, sonra çörək falan almağa getməliyəm. Ay, belə olanda da kameranı nizamlaya bilmirəm yolda. Bir dənə yerim var da belə geçən zor, bombastik bir yerim var. Çəkdim, amma digər bir hissəsini, yəni axşam olan hissəsini çəkə bilmədim. Amma dünən də çox qəşəng maraqlı bir günümüz keçdi. Mən əmim gildə olduq axşam, amma demək olar heç nə çəkə bilməmişəm həmin gündən əlaqəli. Neysə, bugün çalışacağım ki, kadrları maksimum tutum. Xol olduğuma qədər bəllidir ki, gecə çox gec yatmışam da, çox gec yatmışam. Saat 11-dir artıq və mən hardasa 2 saatdan çoxdur ki, buradayam. Bəzi videolarım var idi, onları düzəltdim. Videom var, onların üzərində də işləməliyəm. Dedimsə vlog çəkim. Bir-iki yerə də dəyəsiyəm. Deməli, poçda bir əməkdaşlıqdır. Onun elə bir ki, bağlaması gəlib. Bir qaytarmalı olduğu bir şey var. Onu da istəyirəm ki, bugün gün ərzində həll eləyək. Arada çox istidir, həqiqətən. Bu axır günlər ümumiyyətlə isti keçir. Bunu deməli hazır elədim. İndi bunu da göndərəcəm. Onu da düzəldim. Ondan sonra bəzi işlərimi də görüm. Bir şeylər atışdıracağım. Sabah gedəcəm deməli pediküra. Deməli neçə günlük bir vlog oldu bu. Bugün də axşam rəfiqəmlə görüşəcəm. Bir-iki yerə gedəsiyəm. Cülüm bufetindən seçmələr. Deməli, mənə sürpriz eləmək adından gedib aşağı. Sağ ol anneciğim. Biraz mürgüləmişəm. Videonun bu hissəsi sadəcə səmimi etiraflar və nə vaxtdan sizlə danışmıram da, sadəcə danışıq, terapiya kimi bir hissəsi olsun istəyərəm. Həqiqətən fikir vermişəm ki, məsələn, bir şeyləri özüm bacarmağa çalışdıqda insan həyatda çox maneələrlə üzləşir. Ola bilər sizə hər zaman pozitiv görünürəm, xoşbəxt, enerjili olmağa çalışıram ki, zaten eləyəndə, yəni maksimum dərəcədə problemləri özümdən uzaqlaşdıran insanam ki, düşünürəm hər kəsin həyatında problem var. Problemləri sadəcə düşünsə həyatımız problemlərdən ibarət olar. Amma elə şeylər var ki, siz hep biz düşünsək də, düşünməsək də həyatımıza buraxsaq da, buraxmasaq da, əgər biz yüksək ambisiyalı olmaq istəyiriksə, bu həyatda baş verənlərdir və olmağı lazım gələnlərdir yeri gələndə. Biraz bunlardan danışacağım sizə. Məsələn, siz məni necə görürsünüz? Tutalım ki,
özünə kompüter aldı məsələn. Və yaxud da videolar çəkdi. Amma bu görünən tərəfidir. Yəni bunun görünməyən tərəfi də var. Görünməyən tərəflərinə gəldikdə məncə biz qədərindən daha çox problemsiz və həyatımızda hər şeyin yağ kimi getdiyi üçün görürük. Çünki mənfiləri paylaşmaq istəmərik. Niyə neqativini qussun? Bir də bayaq bir yanda neqativləri, bir yanda pozitivləri yazdı. Amma bilmirəm indi zamanə mi belədir, bilmirəm həyat elə gətirib sanki xərclər çoxdur. Ya mənim həyatımda mı belədir, bilmirəm. Çoxunu əldə etməyə çalışmağım düşünürəm ki, normaldır. Baxın, məsələn, deyim də, fikirləşdim ki, mən bu ay, məsələn, hardan nə gəlir əldə edə bilərəm. Düşündüm ki, bu videonu çəkmişəm, bu var, Allaha şükür gələcək. Bir yandan məsələn deyirəm, məsələn, stipendiyada bir 500 manat oradan gələcək. Sonra fikirləşirəm ki, xərc nədir? Yadıma gəlir ki, bir dənə video çəkməmiş vergi verməliyəm. Texniki məsələlərdə elə də səriştəli olmadığıma görə üstünə artan faizləri də var. Nə yatdıq, nə yuxu gördük ki, bir yandan vergi verdik. Həyata biraz da tez atılmış kimi hiss edirəm. Şax yanlarımı daxilimdə qorumaq, yansıtmaq istəmirəm. Amma fikirləşəndə ki, bunlar böyük məsələlərdir də ki, mənim 19 yaşım təzə oldu da. Yəni indidən bunları düşünməyə, həll eləməyə çalışmaq müəyyən anlamda insanı yorur. Qadaladıqlarından ailə dəstəyi, ailə qayğısı görmək, mənəvi dəstəyi mövzusu tamamilə ayrıdır. Yəni bunu dedim deyə onu qatmayaq. O tamam ayrı bir şeydir. O olur, olacaq da. Günüm üçün mənə çətindir. 5 il sonra bunlara başlasam, onda da çətin olacaq. Yəni indidən amma öyrəşmək, indidən başlamaq, indidən alışmaq məncə gələcək həyata açardı. Sonra gəlir maşının azalmayan xərclərindən biri cərimələr. Cərimələri ən az bu ay 100 manata yaxın cərimə var ki, hələ ödənmişləri demirəm də, ödənməmişlər. Ki, qış vaxtının xərci oğlandan çoxdur. Çünki oğlan hara gedəcək? Max restorana, sigaret içki. Qızlar da ay geyim, ay saat, ay dırnaq, ay nə bilim ki, bunların şükür Allaha ki, əksəriyyəti biz əməkdaşlıqla edirik. Bu anları paylaşmasaq, inanın bir gün heç kim gəlib bizim zövq deməyəcək, bu qız belə ediyor. Düşünəcəklər ki, həyatımızda bunların hər şey yağ kimi gedib, bombadılar, bir dənə biz beləyik, amma İnanın ki, əzizlərim, hər kəsin həyatında var və olması zaten gərəkən şeylərdir ki, həyat olsun, inkişaf eləsin, bir yerdə durmasın. Təsəvvür eləyin ki, həyatınızda həmişə hər şey yaxşıdır və yaxud da həyatınızda həmişə hər şey pisdir, necə də monoton, necə də sıxıcı, necə də mənasız bir həyat olardı. Məndən bu qədər sizinlə mən idim. Aytekin Alxaslı. Bir-iki işim var. Onları da həll edeyim. Adama indisi dəqiqədə mən danışıram. 11 dəqiqədə danışıram. Neyse, qulaq asasınız mı? Asmadınız mı? Asanlarını da alacağınız əlləsin. Asamayanlarını da alacağınız əlləsin. Axşamınız xeyir olsun dostlar. Bir daha axşam saatı da artıq evə getmək vaxtıdır. Anamı gözləyirəm. Vaxt tamam olmamış, çıxa bilmirdi o təəssüf. Birazdan gedirik evə. Belə üzümə bayaq SPF vurdum, sizə necədir? Heç makiyaj eləyəsim yoxdur, çünki özümü doğal halımı, ümumiyyətlə doğal hallı insanları sevdiyim üçün və özüm də doğal halımı bəyəndiyim üçün xüsusilə yay aylarında heç istəmirəm ki, əlavə nəsə vurumdu özümə. Bir dənə vəziyyətinə baxanda qız olaraq maşın saxlamaq o qədər çətindir ki, istədiyimiz vaxt aparıb yuduzdura bilmirik. Axşam oldu, anamla gedirik evə. Deməli, mənə bir məhsul gəlibdir, hansı ki mən onu çəkirəm, təqdim edirəm, təqdimat videosunu hazırlayıram. O tip bir şeydir. Bizdə ayda 5 manat verir, onu da geri alırlar. Verməliyəm bir şey. Başına da maşın süründə Həsən. Siz evdə pul verirsiniz. Mən başıma qalxır ki, hamı evdə pul verir. Bir tek sen. Yavaş anlatı da gelmedi. Sanki sevenlerken bir gün karşıma olsun da yine Baxım, budur. Axı bunu da götürə bildik. Neyse, qaçaq gedək evə. Dostlar, keyfiyyət pis düşə bilər. Çünki işığım yoxdur, led yoxdur və otağımın işıqlandırması çox zəifdir. Yəni əgər otaq dəyişdirəcək olsam, inşallah ki,
Amma sizinlə bir yerdə çəkəcəm və işıqlandırma ekstra. Çünki bizə əsas lazım olan işıqlandırmadır məncə bir otaqda. Yəni bir çəkəcəyimiz bir yerdə ki, mənim böyük vaxtım burada keçir. Yəni bir zəhmət bura olsun. Nəysə evə gəldik. İstəyirəm ki, bu qutunu sizinlə açaq. Süper güclərdən birini tapdım. Onunla açacağım ancaq. Ay, həyecanlandım. Dairə bir daraq gedir bu fəndə. Sırf dolaşıqları açmaq üçün. Wow! Fen darağıdır da, yəni saçları tam belə burma. Videolarımda saçım falan yığmam üçün istifadə edə biləcəyim. Sevdiyim, ən sevdiyim. Wow! Çox qəşəngdir, yəni. Olmur da, yəni saçları möhtəşəmdir. Deməli, bir dənə xəstəlik məndə axır vaxtlar yaranıb. Günün yarısına, axır vaxtlar yox, ümumiyyətlə mən belə bir insan olmuşam, amma indi xəstəlik kimi də elə bil. Günün yarısına kimi bir geyimdə olanda, günün digər yarısını eyni geyimdə keçirə bilmirəm. Ümumiyyətlə ətəkdə, donda çox vaxt keçirə bildiyimi də düşünmürəm. Ay, hava qəşəngdir. Ayda ümumiyyətlə səhərləri gəzmək olmadan da axşam saatlarına belə çıxırsan, gəzirsən. Ümumiyyətlə evdən çıxmadığım günü də özümü narahat hiss edirəm. Belə bir xarakterim var. Gərək ki, çıxım, gəzim, nə bilim. Belə. Menyumuz. Bu da yaxşı menyudur mənsə. Mən normalda alıram belə menyuları. Sırf fakir oldum. Mükafat kimi ancaq bunu alabilirdim deyə bunu seçdim. Təkrardan axşamınız xeyir olsun. Biraz olar girdim duşa, təzələnən yay aylarında, yəni duş almadan duranda canım sıxılır. Baxın, elə indinin özü hələ duşdan çıxmışam, evlim yenə bir istilənmə gəlir də, yəni bu elə bir isti ki, məhsullarla bilməm dünən videoda sizə göstərdim. Bunlarla elədim kondisioneri, bir də şampunu. Öz yağını istifadə elədim. Və indi də istədim biraz sizə axşam rutinim, yəni axşam vlogu, axşam rutinim kimi bir şey çəkim. Niyə də yox, değil mi? Üz baxma eləmək istəyirəm. Onun timsalında buraları yığacağım, biraz şkafımı yığacağım. Sabah isə böyük bir gündür, yəni təsəvvür sabah baxım günümdür də, yəni getməliyəm deməli lazerə, rehabilitasiyasına, bir də pediküra, yəni bunları salmışam dalbadal bir gündə olsun, çıxsın pedikür dırnağımı. Artıq aylardır getmirəm dırnağım nə gündə, yəni mütləq şəkildə bunu istifadə etməliyəm. Məndə o biri bandda var, belə bandana kimi, amma ən çox bunu istifadə etməyi sevirəm. Lagun brendi göndərmişdi. Demək olar istifadə eləməmişəm. Maska eləmirəm və bu maskaları Allah bilir nə vaxtdan almışam, yığılıb qalıb. Bəlkə deyirəm bugün birini istifadə eləyək. Ondan sonra üzümə Neolab'ın bu serumunu istifadə eləyəcəm. Yəni hər gün buna istifadə eləmirəm. Sizə paylaşmaqdır məqsədim. Sadəcə yəni fikir olsun deyədir. Bu maskanı istifadə eləyəcəm. Miniadermi kremi kimi istifadə eləyəcəm ki, sadəcə yumşalsın, cilalandırsın. Bu qəşəngdir, baxın belə də quruyur. Həqiqi gips kimidir də, yəni dərdə quruyur. Soymaq olur, mən soya bilmirəm yaxşı. Ondan sonra da yuyuram. Keydir, değil mi? Bu qurusun üzümdə. Onun kimi də biraz buraları topluyaq. Bəzən o qədər mənasız şeylər saxlayıram. Var mənim şkafımda məsələn. Getdi. Bu qutuları mən niyə saxlayıram məsələn? Bu məsələn nəyə lazım? Nəyə lazım? Hırsız ki nə qədər çox yuxum gəlir. Yuxudan oyanıb gəlmişəm ki, sırf mürgülənmişdim, örümcəkləri yiyeyim deyə. Gecəniz xeyrə, növbəti gün görüşərik. Salam dostlar, necəsiz? Bir dənə bu küləyə baxın. Deməli, bugün növbəti gündür və bugün böyük ehtimal vlogu dayandıracağım. Şimdi çəkirəm, bəsdir yəni. Finit. Bəsvizdir. Yəni bugün də çəkirəm və əsas hissələrini də bizlə paylaşacağım. Bugün deməli getmək olduğum yerlər lazer olacaq, pedikür olacaq, laminasiya olacaq. Hamısı ertələnib qalıbdır da yəni. Bilmirəm, neydi? Hamısı bir-birinə qatmışam. İndi isə gedirik lazerə, ondan sonra çıxıb gedəcək pediküruna, laminasiyaya. Onlar da yaxın ərazidədir. İkisi də 28 olacaq. Mən də sizlərdən kadrları almağa, yəni kadrları verməyə çalışacağım.
Hepsini yoxdur. Yəni lazerə falan getdiyimiz gün kosmetoloqa hepsini çəkmədi. Zaten mən yayda ümumiyyətlə sevmirəm. Dünən artıq kaç həftədir səhərləri belə gəzirəm. Axşam bir şey eləyirəm. Çünki axşam olsa təri olmur da axır. Gəldim məkana. Məkan 28-də yerləşir. O qədər gözəldir ki. Keçənliyəm geniş falan. Mən seni çıxanın yanına gəlirəm burada lazerə. Yəni əgər gəlmək istəsəz, fikriniz olsa, lazer üçün seni çıxanın yanına gələ bilərsiniz. Gözləyirəm ki, orada bir xanım var. O bitirsin, sonra mən gələcəm onun yerinə. Bu aksesuarlarımı nə vaxtdan taxmıram dedim, bugün taxım. Belə. Ay, hava dəhşətsiz, Allah haqqı. Və bu senin çıxanımın otağıdır. Bura oranın 3-cü mərtəbəsidir. Bu da senin çıxanımın otağıdır. Lazer prosedurları burada edilir. Deyəcəksiniz ki, məsələn deyəcəm, Mədinə xanım yanına gəlmişəm. Laminəsiya. Siz deyəcəksiniz ki, hə, nələr eləyəcəklər. Deməli, indi də gəldim Mədinə xanım yanına laminəsiya üçün. Görək kipriklərimi nə edirik. Sırf kiprik laminasiyası eləyəcəyik. Mədinə xanım, sizə necə olacaq? Məncə yaxşı olacaq. Çünki xanımın öz kiprikləri də yaxşıdır. İşləməyə rahatdır. Yəni gözlərimizi qırpmasaz. Aa, tamam. Heç qırpmamalıyam video boyu. Hə, birinci dəfədir, hə? Yo, eləmişəm, amma qırpmamaq yadıma gəlmir də. Belə, nəticəni gözləyin, görək necə bir saldırır. telefon zibir alır. Bundan əvvəl bir dəfə deyəsən 1-2 ilmi, yoxsa 1 il, bilmirəm tam olaraq nə vaxt eləmişdim. Yəni, dəqiq yadımda deyil də. Baxa görə indi necə alınacaq. Gözünüzün kleyin qoyulur. İndi keçir bu birisi gözə. Tamam. Təzə dərmanlardır, indi açıram. Əla. Bu tərəfə eləyəcək, görək necə olur. Ümumilikdə proses nə qədər çəkir? Hardasa 30-40 dəqiqə. 30-40 dəqiqəlik bir prosedurdur. Mən belə ümumilikdə yay aylarında heç sevmirəm çox da makyajlar falan eləməyi, xüsusən tuş vurmağı. Məncə gözəl bir şeydir laminasiya. Dərmanın qoxusudur o. Biraz pis olur da. Hə. Bəs bu prosedur məsələn hansı müddətdən bir yenidən olur? Nəyi? Laminasiyanı? Aha. Bir ay əslində olur, amma kiprikdən aslında. Например, indi biz qutarandan sonra siz 24 saat, yəni sabaha qədər su dəyməli deyil kipriklərimizə. Çünki kleyin effekti keçə bilər. Amma hər şeyə riayət edirsiniz, ya sizdə yaxşı qalacaq. Üzümü falan yumalı deyiləm. Sabaha qədər. Yəni üzünüzü yuya bilərsiniz, sadəcə kipriklərimizə kley olan yerə. Tamam. Bitirdik laminasiyanı. Və kipriklərim bu şəkildə oldu. Siz biraz böyle elə də baxın. Amma da çox qəşəngdir yəni. Məndə ümumiyyətlə kipriklərim hər zaman belə düşük olur. Yəni qalxıq heç vaxt olmayıb da. Bunu elədiyi çox qəşəng effekt verdi deyə düşünürəm. Vaxtdan pedikürə gəlmirəm. Dırnaqlarım bu haldadır. İndi keçirik pediküra. Pedikür üçün başladıq. Görək nə veririk. Əslində ağımda elə bir şey yoxdur. Sadəcə ağ renk nəzərimdə tuturam. Və ehtimalla elə bir şey eləyəcəyik. Nə vaxtdan bəri deyirəm, bugün gedərəm, sabah gedərəm, bugün gedərəm, sabah gedərəm pedikürə. Həm də ümumiyyətlə buranın açılmanı gözləyirdim. Çünki xanım tanışımı çox sevdiyim biridir. Ona görə nəhayət bugün qismət oldu. Böyle bir kuru bebeklerle inşallah ki ondan biraz çəkəcəm. Bu arada kipriklərime bir də belə baxın, məncə çox qəşəng olub da yəni. Qaldırmaq lazım. İkisini də qaldırın. Ay. Axşamınız xeyir olsun millət. Evə girdim, tez bazarına makyaj eləyə bilirəmsə elədim. Çıxdım, qızlarla görüşürük, vlogger qızlarla. Bilmirəm səhifələrini izləyirsinizmi, gedən də özlərinə deyəcəm səhifələrini desinlər. Görüşəcəyik.
Ağşəhərə gedirəm, probka göstərirəm. Yarım saatdan çox probka var. Onsuz da bu saatlar həmişə probkada axşam zaman işdən çıxıb bizi gəzməyə gedirik. Bu arada tuş vurmadım, bilmədim laminasiyadan sonra tuş olar mı? Üzərinə yazmışam, tuşu üstünə götürmüşəm. Əgər olsa tuş vuracam. Olmasa onsuz tuşda suda sevirəm mən makyajımı. Belə yəni görək nələr çəkirik, neyirik. Axır ki bu perişür falan elətdirdim. Üstündən böyük bir yük qalxdı kimi hiss eləyirəm. Nə vaxtda deyirəm gedim qalır. Burada makyajım məncə qəşəng oldu. Gündəlik ələdiyim bir şeydir, amma sadə bir şeydir də yəni. Sevirəm sadəliyi. Dedim yazımdan çıxdı. Hə, pedikür ağ Friends-də, yəni bildiyiniz ağ Friends, amma məncə Zagar falan alanda ağ Friends qəşəng görünür. Ona görə eləmişəm yəni. Az deyilizdir ya. O da lazer dedi ki, Zagar bir həftədən sonra olmalıdır. Ondan sonra da korreksiyasına getməliyəm. Hardasa bir həftədən sonra deyəsən. Day nə oldu? Bir həftədən sonra korreksiyasına gedəcəm, ondan sonra bir həftə uzanacaq. Biz Zagar almayacaq. Yayda lazer elətdirməyin, yəni yayda həqiqi problemdir də yəni. Dostlar, gəldik Ağşəhərdə Oud deyilən bir məkan var. Ona gəlmişik qızlarla oturmuşuq. Kızlar, say hi. Just Arzu sayfasının adı izleyebilirsiniz. iTouch. Olmadı. Sayfasını izleyebilirsiniz. Belə. YouTube'da ilk dəfə sizə. İlk dəfə mənim kanalımda qonaq deməzdim. Neysə videomda olurlar. Şəkili belə. Görə indi nə sifariş verdik? Çox qararsızlıq dostlar. Ayslıq da dediyi kimi də Arzu ilə. Belə. Salam. Dedi sən YouTube kanalıma salam denəm. Video gəlmişəm bugün. Hə. Sizi gözlənənlərdən biri və birincisi. Gəlmişik deməli, gəl bura. Bu odun havamda şəkillə çəkdirməyə qız neşəsi mütləq olmalı da yəni. Belə. Kombinlərimiz də böyle. Nasıl? İndi buradan gedirik Çerse. Orada bir gece var imiş. Neyse. Oradan da bir şey çekmeye çalışacağım. Daha karar verirdik. Bir de gördük ki süfret olup. 3-4 günlük vlog. Salam YouTube əhli. Kızlar. Neyse oturmuşuq. Dururduk deyirəm ki. İndi durmamağa qərar verdik. Arzu. Sintezdə valihdir. Narada. O çəkək. Az ət tökərik. Arzu, Aytat, Röya, Kəms. Sən çəkin. Baxın. Yemeğimiz, içməyimiz. Ay vay. Üzrüzlər. Deməli, indi dururuq gedək. Durmursuz. İndi dururuq. Buranın vibe'ını həqiqətən çox sevdim. Gözəl bir yeriymiş. Daha öncə olmamışam əslində. Mən də. Yəni belə Ağşəhərdə çox olmuşam, olmuşam. Hə, selirəm. Elə buralarda təzə məkanlar açılacaq. Arzu. Ay Arzu. İzləyicilərim ürək sözlər. Abone olmayan varsa abone olsun. Əziyyət çəkilir bu da. Düz deyir. Mənə yox. Arzuya xahiş. Fikirləşib tutarmadınız. Ürək səsində izləyicilərimə. Bayanlar yaxşı ürək səsində çıxır. İkizlər bircə bir baca alır. Bayandan qoymada oturar. 5 saniyə qoymada oturar. Yəni ürək səsində dedim ürək səsində. Rahatlaşdı. Qoy oturar artıq. Hə, qoy oturar orada. Sən də ürək sözü. Kanala abone olun, like eləyin, girin Instagrama bir hamınızı like eləyin. Mən də. Sonra bir baxacağım, görüm kim eləyib, kim eləmir. İzləyicim var. Tamam. 40 min gəlməli damya. Gəlməlidir. Bəli dostlar, indi gedirik, yoldayıq. Çirsə doğru. Belə. Aytaç xanım, necəsiz? Qanalımı görsən. Hə, orada yapıyorum dostlar. 3% izolyatomla vlog çəkməyə çalışıram. Bayağı bir külək var ya. Gəldik Çirsə.
dostlar, bu da bizim günümüzün sonu. Gedirəm evə. Heç nə. Vlogu izlədiyinizə görə təşəkkür eləmək gəlir ancaq əlimdən. Elə. Sizi sevirəm. Like atıp abone olsa